Zəngəzur da cəhənnəmdə bir dənə vilayətdir də, yoldur da, gedirdi də. Yapışmışlar boğazından boğurdular. Nəriman Nərimanovla bağlı fikirləriniz necədir? Ziddiyyətli adamdır, yoxsa Azərbaycan tarixi üçün böyük işlər görmüş bir mütəfəkkirdir, eyni zamanda ziyalıdır? Nərimanov ona layiqdir. Nərimanovdan bəzi bilmədiyim şeylər olsa deyərdim nə olub, nə böyük rolu olub. Azərbaycan xalqının yaşamağında, varlığında Nərimanovun böyük xidmətləri olub. Əlsam müəllim, belə götürəndə elə Nərimanov özü Zəngəzuru ermənilərə verib də və ya biraz da düzəldim cümləmi, onun vaxtında Zəngəzur məhz ermənilərə verilib də, düz demirəm? Zəngəzur da cəhənnəmdə bir dənə vilayətdir də, yoldur da, gedirdi də. Yapışmışlar boğazından boğurdular. Boğurdular, ay bala, boğurdular. Bir dənə aşırı dedi, nə var orada, otdur da, tikanlı zatlar bitir, sözü var, öz məktublarında, əsərlərində. Odur da, başqa qorudu, saxladı bütöv Azərbaycanı, saxladı. Halbuki o vaxt bütün Bakı ermənilərlə, dəhşətli balçılıqdır, Stasova boğur deyə Nərimanovu. Köhnə balçılıqdır, arvatdır, bir dənə fahişənin biridir, öldürürdü Nərimanovu. Axır imkan vermədilər, axır çıxıb getdi Moskvaya. Kəndə Leninin yazığı gəldi, gətirdi. Orada da apardılar, orada da Stalin öldürdü. Çünki Stalinlə araları yox idi. Stalin öldürdü Nərimanovu.